Böbrek xəstəliyi üçün mükəmməl resept. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Böbrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bu həm ötəri, həm ciddi ola bilər. Böbrək xəstəlikləri, böbrəklərin funksiyalarında pozulmalara səbəb olan müxtəlif şərtlər və xəstəliklər qrupu olub, erkən mərhələdə müalicə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Böbrəklər bədəndəki maye və elektrolit balansını qoruyur, tullantıları süzür və qanda artıq maddələrin xaric olunmasını təmin edir. Böbrək xəstəliklərinin müalicəsi əsasən xəstəliyin növünə, şiddətinə və səbəbinə görə fərqlənir. Böbrək xəstəliklərinin əsas növləri: xroniki böbrək xəstəliyi. Böbrəklərin tədricən funksiyasını itirməsi ilə xarakterizə olunan uzunmüddətli bir xəstəlikdir. Xroniki böbrək xəstəliyi ən çox şəkərli diabet, yüksək qan təzyiqi və digər xroniki xəstəliklər nəticəsində inkişaf edir. Bu vəziyyət böbrəklərin funksiyasını tamamilə itirməsinə qədər irəliləyə bilər. Kəskin böbrək zədələnməsi. Böbrəklərin funksiyalarının qəfil və sürətli şəkildə azalmasıdır. Kəskin böbrək zədələnməsi çox vaxt travma, infeksiya, dərmanların toksik təsiri və böbrəklərə qan axınının azalması nəticəsində yaranır. Nefrit, böbrək iltihabı. Böbrəklərin iltihabı olub, böbrəklərin süzmə qabiliyyətini pozur. Nefrit adətən autoimmun xəstəlikləri, infeksiyalar və ya digər iltihablı vəziyyətlər səbəbindən yaranır. Nefritin müxtəlif növləri var, o cümlədən glomerulonefrit, polikistik böbrək xəstəliyi. Genetik bir xəstəlik olub, böbrəklərdə çoxsaylı kistaların inkişaf etməsi ilə xarakterizə olunur. Bu kistalar zamanla böbrəklərin işini pozur və böbrək çatışmazlığına səbəb ola bilər. Pyelonefrit, böbrək infeksiyası. Böbrək infeksiyası adətən bakteriyal infeksiyaların böbrəklərə yayılması nəticəsində baş verir. Kəskin və ya xroniki ola bilər. Böbrək daşları. Böbrəklərdə və sidik yollarında sərt mineral və duz kütlələrinin əmələ gəlməsi nəticəsində yaranır. Böbrək daşları böbrəklərdə ağrı, sidikdə qan və infeksiyaya səbəb ola bilər. Böbrəklər elə bir nadir orqandır ki, bir sutka ərzində 200 litr qan özündən keçirərək təmizləyir. Bununla bərabər onlar çox həssasdırlar. Keyfiyyətsiz içməli su, ziyanlı qidalar, müxtəlif xəstəliklər onlardan təsirsiz ötüşmür. Bəli, ümumiyyətlə, daxili orqanların istənilən xəstəlikləri, iltihabı və ya infeksiyalı olmasından asılı olmayaraq, böbrəklərə mənfi təsir göstərirlər. Buna görə də qan dövranı ilə bu qoşa orqana dərman preparatları və xəstəliklərdən mikroorqanizmlər də düşür. Heç şübhəsiz, böbrəklərə belə aqressiv təsirlər olunduqda, onda patoloji dəyişkənliklər əmələ gəlir. Məsələn, pyelonefrit, glomerulonefrit, sistit, sidik daşı xəstəlikləri və s. Ənənəvi tibb və xalq təbibləri böbrəklərdə əmələ gələn hər hansı çatışmazlığı aradan götürmək üçün bitki müalicəsinə üstünlük verməyi məsləhət bilirlər. Çünki fitoterapiya zamanı böbrəklər yüklənmir, əksinə bərpa olunur, onların funksiyası qaydasına düşür. İndi deyəcəyim reseptlə böbrəklərinizi mükəmməl təmizləyə bilərsiniz. Lazım olanlar: balqabaq 1 ədəd, bal 1 kiloqram. Balqabağın başını kəsərək tumlarını çıxarın. Və içərisinə 1 kiloqram balı əlavə edib onu 3 gün soyuducuda saxlayın. Sonra süzüb gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 xörək qaşığı yarım stəkan suya əlavə edib için.
Bundan başqa da böyrək dostu qidalar böyrək xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Tərkibindəki kalsium və D vitamini ilə zəngin olan qatıq böyrək sağlamlığında vacib qidalardan biridir. Bəli, qatıq. Xüsusilə yeməklər arasında qəbul olunan qatıq böyrək sisteminə tənzimləyici və köməkçi təsir göstərir. Təzə meyvə və ya tərəvəz ilə qarışdırılaraq qəbul olunduqda C vitamini və meyvələrin mineral təsirləri ilə birləşdikdə böyrək funksiyalarına müsbət təsir göstərir. Xüsusilə qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə köməklik göstərir və xəstəliklərə tutulmamaq üçün qoruyucu bir qalxan rolunu oynayır. Böyrəyi təmizləyir və süzmə prosesini lif tərkibi ilə ən yaxşı şəkildə yerinə yetirməsinə kömək edir. Gündə orta ölçülü bir alma böyrək sağlamlığı üçün vacibdir. Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabaqdakı kalsium böyrək daşlarının yaranmasının qarşısını alır. Tərkibində vitamin C-nin yüksək olduğu olan cəvəri, tərkibindəki vitamin və minerallarla böyrəkləri təmizləmək və dəstəkləmək üçün mükəmməldir. Bədəndə dəmirin mənimsənilməsinə kömək edən gavalı A, B, C vitaminləri ilə zəngindir. Böyrək, ürək və xolesterol xəstəlikləri üçün faydalıdır. Maddələr mübadiləsini sürətləndirir və yaxşı bir antioksidantdır. Omega-3 ilə zəngin olan balıq məhsulları böyrək xəstəliklərində bərpa edici və müalicəvi rol oynayır. Dəyərli izləyicilər, ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola, təəssüf ki, çox vaxt onu əczaxanalarda, apteklərdə axtararaq, bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Elə məhz buna görə də kainatın yaradıcısı olan uca Allahın bizlərə bəxş etdiyi bu gözəl təbiətdən faydalanmağa çalışın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.